Bilirik ki, satış eləmək üçün reklam eləmək lazımdır. Biraz reklam, özüm gördüyüm reklamı, bir də ki, ümumiyyətlə reklam tarixini demək istəyirəm. Universitetdə hələ bizə keçirdilər ki, ilk reklam insanın qışqırmağı olub. Məsələn, ilk dəfə insan ticarət eləmək istəyəndə daha yaxşı məhsul tanıtmaq istəyirdisə, qışqırırdı öz səsinlə. Sonra reklamlar müxtəlif etaplar keçib. Mən gördüyüm reklam, hansı ki mən yaşamışam 2003-dən sonra. Heç 2003-dən 2009-a kimi heç reklama ehtiyacımız olmurdu. Yəni kim o vaxtlar satıb bilir ki, çox asan da olub satış. Açırdın, qoyurdun, elə insanlar öz-özünə gəlirdi, alırdı, heç bir reklam eləmirdi. İlk dəfə 2009-cu ildən gördük ki, biraz zəiflik var. Başladıq pəncərənin şüşələrinə nələrsə yazmağa. Ya endirim, ya yeni məhsul, ya çeşid növləri. 2009, 2010, 11, 12 yeni müxtəlif çaplarla yola verirdik. Sonra başladı sosial şəbəkələr, Facebook'dur, müxtəlif sosial şəbəkələrdir. 13-də, 13'də yaxşı alınmırdı. Sonra 14-15 Facebook əməlli xeyir verirdi reklam cəhətdən. Sonra başqa Instagram gəldi. Instagrama da başladıq. Facebook'a, Instagrama pulla qoymağa. Son 1-2 illə kimi Instagram yaxşı idi. İndi 2024-də rəsmi olaraq TikTok Instagramı reklamda keçib. Tək bizdə yox, mənim dükanımda yox, ümumiyyətlə bütün dünyada. Hal-hazırda TikTok'un çox üstünlükləri var Instagram qarşısında. Həm pul istəmir, həm də ki daha xərcli çəkiliş istəmir, təbii çəkiliş xoşlayır. Məsələn, Instagramda dizayner tuturdum, bəlkə də xüsusi bahalı aparatı ilə nəsə şəkil çəkəndə daha yaxşı alına bilərdi. Amma TikTok elə əlindəki telefonla, düzdür, telefon megapikseli falan, səs yazısı yaxşı olmalı. Bunlar yaxşı effekt verir. Sadəcə lazımdır ki, biraz content, yəni maraqlı olsun, insanlara biraz